Vaxt gələcək ki, Azərbaycanda bir uşağın özü çox uşaqlı ailə hesab olunur. Çünki Azərbaycanda uşaq artımı o qədər aşağı düşüb ki, məsələn, mən sənə bir fakt deyim. 1990-cı ildə Azərbaycanda 1 milyon 100 bin uşaq doğulub, indi isə 80 bin uşaq doğulub. 10 dəfə uşaq doğumu azalıbdır. Bunun bir səbəbi Azərbaycanlıların, xüsusən produktiv nəslin, gənclərin ailə qurub, uşaq dünyaya gətirilən 3-4 milyon Azərbaycan tərk eləməsi ilə bağlıdırsa, bir hissəsi Azərbaycanda yaranmış ağır sosial-iqtisadi vəziyyətlə bağlı ki, adamlar məsuliyyəti daşıya bilmirlər. Dünyaya uşaq gətirmək məsuliyyətin üzərinə görmüş ki, saxlamaq mümkün deyil, oxutmaq mümkün deyil, tibbi cəhətdə sağlamlığını təmin etmək mümkün deyil və s. 3 uşaqlı, yəni çox uşaqlı hesab olunmalıdır. Azərbaycanda indiki ailələri əgər biz götürsək, uşaq, bəli, 3 uşaq həddən artıq çox uşaqlı ailədir. Bizim vaxtımızda, məsələn, biz çox uşaqlı ailədə 10 nəfər idi. Bizim məhəllədə 12, 14, 16 nəfər uşaq olan ailələr var idi. Ona görə 5-dən yuxarı çox uşaqlıdır. Amma indi bütün Azərbaycanda ortamda ən çox uşağı olan 3 uşaq olduğuna görə təbii ki, 3 uşaq çox uşaqlı götürməlidir. Bir 10 ildən sonra bir uşaq çox uşaqlı götürəcək. Çünki doğum yoxdursa, elə doğudan ailələrin hamısı bir uşaqlıca demək çox uşaqlı olur. Həm də 5 uşaqlı ailə çox azdır. Yoxdur, çox nadir hallardır. Çünki bunun üçün dövlət dəstək verməyən heç bir ailə böyük bir instituta çevrilə bilməz.